Yağları əritmək üçün bəzən saatlarla qaçıb yorulmaq kifayət eləmir. Orqanizm yağları daha səmərəli parçalayıb enerjiyə çevirməkdənsə, bəzən depolayıb yağ təbəqəsi kimi saxlamağa daha çox üstünlük verir. Bu da günü-gündən piylənməyə gətirib çıxardır. Bunun səbəbi metabolizmanın ləng işləməsi, insulin direncinin olmasıdır. Bəs bu problemləri necə aradan qaldırmaq olar ki, çəkimiz daha səmərəli düşsün və saldığımız çəkini qoruyub saxlaya bilək? Ekrandakı ağ uraya toxunun, qırmızı rəngi olsun və mənə diqqətlə qulaq asın. Sizə lazımdır Kanur antixolesterin çay. Bu çay istifadə edildiği zaman orqanizmimizin yağları daha sürətli və daha səmərəli parçalamasına, yandırmasına kömək edir və saldığınız çəkini qoruyub saxlamağa kömək edir. Eyni zamanda qaraciyərin fəaliyyətini yaxşılaşdıraraq qanda şəkəri, təzyiqi, xolesterini normada saxlamağa kömək edir. Nəticədə qaraciyər piylənməsinin qarşısını alır. Ölkənin bütün apteklərində əl satandır. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Soyuq halda, isti halda rahatlıqla içə bilərsiniz. Sizə necə uyğundur? Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin və videonu hər kəslə paylaşın ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balıq olanla hər zaman sağlam qalasınız.